Salam, hər vaxtınız xeyir olsun. Bugün reyhan kompotu hazırlayıram. Reyhan kompotu ən faydalı içkilərdən biridir. Gün ərzində içilən 2 stəkan reyhan kompotu və yaxud reyhan çayı orqanizmin A vitamininin 6%-ni təmin edir. Əvvəlcə həyətdən reyhanları yığıram. Mənim 2 cürə reyhanım var. Ağ və qara reyhan bildiyimiz. Ağ reyhan yaşıl reyhana deyirlər. Qara reyhan isə bənövşəyi yarpaqlı olan reyhandır. Hər ikisinin faydaları çox böyükdür. Gün ərzində reyhanı yemək və yaxud içki kimi qəbul etmək həzmi yaxşılaşdırır, əsəbləri sakitləşdirir, bədəndən toksinləri atmağa kömək edir. Reyhanları yığıb soyuq su ilə yaxşı yuyuram və suyunun çəkilməsini gözləyirəm. 5 litr suyu qazana əlavə edib qaynadıram. Şəkər tozu zövqə görədir. Mən 5 litr suya 2 çaşqa, yəni 200 qramlıq çaşqa ilə bir şəkər tozu əlavə edirəm və yuduğum reyhanları da əlavə edib 10-15 dəqiqə qaynadıram. Qaynadarkən mütləq reyhanı 1-2 dəfə qarışdırmaq lazımdır ki, reyhanın yağı, vitamini, tərkibində olan minerallar suya çıxsın. Qaynadıqdan sonra kompota 5-6 ədəd mixək və yaxud nanə cövhər, bildiyimiz mentol əlavə edə bilərsiniz. 1 ədəd limon doğranır, əlavə olunur. Hər ikisi birlikdə təqribən 3-5 dəqiqə qaynadılır. Limonu limon duzu ilə də əvəz edə bilərsiniz. Yarım çay qaşığı limon duzu əlavə olunur. Və soyuduqdan sonra soyuducuya qoyuruq. Mütləq soyuq halda üçün hazırlayan hər kəsə indidən nuş olsun. Kanalı izləməyi unutmayın. Sağ olun.